Bitcoin qızıla və evrolar, funt dolar, DAX, Nasdaqlara baxmayaraq Bitcoin həm şənbə günü, həm bazar günü, həm bugün səhər saatlarında sürətlə yuxarı doğru istiqamətinə davam etdirdi və bugün yenidən alışlar 63-300'lərdən olacaq. Satışlar isə əsas satışlar 62'lərdən gələcək. Və təbii ki, bir çox maraqlı olan neftdir. Neft necə? Yəni neft səhər saatlarında boşluqla gaplə açıldı və yuxarı doğru istiqamətini davam etdirdi. Söhbət future spotlardan gedir. Yəni 100.20'lərdən yuxarı formalaşsa, 101'lər, 102'lər, 103.40'lar və 104'lərə qədər yüksəlməsi gözlənilir. Amma satış əməliyyatları üçün ilkin erkən satışlar 99'lardan və əsas satışlar isə 98-20'lərdən gələcək. Ehtiyatlı olun, kiçik lotlardan bazara gelin. İnşallah görüşməyə ümid edirəm. Sağ olun.